Салам. Да, здравствуйте. Это Мехтиев Рамиз. Да, Рамиз Энверович, здравствуйте. Я, Энверович, вашу просьбу передала. Так. Ну вот пока на этом все. Просьбу передала. Я ему хочу послать, знаете что? Я подготовил документ один. Вы слышите? Да, я слушаю, да. Предложение по преобразованию систем государственного управления в Азербайджане. Ну, давайте, это ваши дела. Давайте, вы между собой как-то это. Я позвоню помощнику, чтобы помощнику переслать по электронной почте. Да, договорились, спасибо. Всего доброго, до завтра. Есть. До свидания. Спасибо большое. Добрый вечер. Приветствую вас, приветствую. Яхша. Теперь, как отослать? Во-первых, я хочу, чтобы этим друзьям нашим тоже надо передать каким-то образом. А мы так сделаем, да? Məndə bir adam uşağı, mən sizə haber vereceğim. И в понедельник я позвоню, если согласятся они. Я думаю, что они с удовольствием Da, согласятся. ya uznayım, a bu talimat verin ki, mənə PDF göndərsinlər. Яхша. Хорошо, договорились. Alo. Хорошо, Михаил. Salam Ramiz müəllim, necəsiniz? Yaxşı, sen ne diyorsun? Vaziyet ne yerden? Namusunu çatdırdıq. Çok güzel. Duq dəlneyçi polisi. Спасибо. Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.